Axırıncı dəfə dostlar, biz burada Vəhiy kitabından yadınızdadır, nədən oxuyurduq? Nədən danışırdıq? Kimin yadındadır? Keçən dərs nədən danışırdıq? 7 nimçədən. 7 nimçə nədir? Bilirsən dinə. Bu qəzab kəsalarıdır. Allahın yəni son deməli hiddətidir. Elədir? Elədir. Və hər bir mələk öz nimçəsini boşaldaraq biz görürük ki, bu dünyada nələr baş verir. Yəni hər şey həm odla yanır, çaylar, qaynaqlar qana çevrilir, yadınızdadırsa, insanlar deməli insanların bədəni yara ilə dolur. Yəni bu həm də ki vəhşi heyvanın daha doğrusu padşahlığına o padşahlığını qaranlıq bürüyür. Amma buna baxmayaraq dostlar, insanlar yenə də tövbə etməkdənsə Allaha küfr edirlər. Biz bunu keçən səfər oxuduq və nəhayət bu vəhşi heyvan, yalancı peyğəmbər ilə bir yerdə bütün dünyanın padşahlarını yığaraq Məsihin xalqına qarşı və Məsihə qarşı Xarmagedon deməli vadisinə yığılışırlar. Biz oxuyuruq ki, əjdahanın ağzından, sonra vəhşi heyvanın ağzından, bir də ki, yalancı peyğəmbərin ağzından murdar ruhlar çıxır, qurbağaya bənzər. Və onlar nə edir? Bütün padşahları, bütün dünyanın krallarını, yəni bu hökmdarlarını yığaraq döyüşə gedirlər. Necə ki, göylərdə döyüş oldu, indi isə yerdə. Onlar da bilirlər ki, Məsihin gəlişi çox yaxındır. Məsih göylərdən qayıtmalıdır. Məsih deməli hökmranlıq etməlidir. Və ona qarşı demək olar ki, bütün dünya qalxır. Tövbə etməkdənsə onlar görün nələr edir və biz Zəkariyanın kitabından da oxuduq ki, deməli qaranlıq bürüyəcək bütün dünyanı onlar yığılışanda və 30 saatdan artıq, təxminən bir 32 saat bunlar qaranlıq içində olacaq. Bir-birini görməyəcəklər. Bu Məsihin gəlişini yəni demək istəyirəm. Bir də biz oxuyuruq ki, həmən deməli o saat deməli göydən dolu yağacaq. Dolu da ki, dolunun bir giləsi 35 kiloya yaxın, yəni belə bir bunun hər bir dənəsi bu çəkidə olacaq və belə dəhşət bir qırğın olacaq. Bu dolu doğrudan da insanları, Məsihə qarşı çıxanları qıracaq dostlar. Və necə ki, biz oxuyuruq Zəkariyanın kitabında 14-cü fəsildə Məsihin ayaqları zeytun yağına enəcək və bu zeytun dağı da iki yerə bölünəcək. İnsanlar qorxudan qaçacaqlar. Elə dəhşətli bir döyüş olacaq. Siz təsəvvür edin, keçən səfərdə mən danışdım, 1600 stadiyə qədər qan axacaq. Həmən o vadi, Harmagedon vadisində. 1600 stadiyədəki 300 kilometrə yaxın təxminən bir məsafədir. O qədər bir dəhşətli bir qan axacaq. Yəni ki, insanlar məhv olunacaq. Kim? Vəhşinin ardıncan gedənlər. Kim ki, vəhşi heyvanın damğasını qəbul edəcək, onlar hamısı qırılacaq. Amma İsrail xalqı isə Allah ilə səhrada qorunur. Yaxşı. İndi isə gəlin 17-ci fəsildən oxuyaq dostlar. Bugün biz 17-ci və 18-ci fəsillərə toxunacaq. Çünki həm 17-ci, həm 18-ci fəsildə elə bir mövzudan söhbət gedir. Burada bir qadın açılır.
Bu qadın barədə biz biraz indi danışacağıq. Biraz deyəndə ki, ətraflı çalışaq, bir yerdə iştirak edək. Deməli, 17-ci fəsildən oxuyuram, diqqətli olun dostlar, bir yerdə oxuyaq. 7 nimçəsi olan 7 mələkdən biri gəlib mənimlə danışdı və dedi: Gəl, çoxlu suların üzərində oturmuş bədnam fahişə barədə çıxacaq hökmü sənə göstərim. Yer üzünün padşahları onunla əxlaqsızlıq etdilər və yer üzündə yaşayanlar onun əxlaqsızlıq şərabından sərxoş oldular. O məni ruhda çölə apardı. Orada mən gördüm ki, bir qadın 7 başlı, 10 buynuzlu və üstündə başdan başa küfr adları yazılan al rəngli bir vəhşi heyvanın belində oturub. Qadın tünd qırmızı və al rəngli paltar geyinmiş qızıl qiymətli daş və mirvarı ilə bənzəmişdir. Onun əlində iyrənc şeylər və öz əxlaqsızlığını çirkabı ilə dolu qızıl kasa var idi. Alnında isə bu sirli ad yazılmışdı. Yeryüzünün fahişələrin və iyrəncliklərin anası olan Böyük Babil. Mən gördüm ki, qadın müqəddəslərin qanından və İsa'ya şəhadət edənlərin qanından sərxoş olub. Dostlar, bura qədər. Sizcə bu qadın kimdir? Baxın, burada deyilir ki, bu qadın, bu əxlaqsız qadın, yəni vəhşi heyvanın üstündə oturub. Vəhşi heyvandan artıq biz çox danışmışıq. Deməli, burada deyilir ki, 7 başlı, 10 buynuzlu vəhşi heyvan. Elə bil ki, o qadını üstündə, yəni belində gəzdirir. Və bilirsiniz, dostlar, İsa Məsihin cəmiyyəti haqqında biz oxuyanda, kəlamda deyilir ki, cəmiyyəti onun gəlinidir. Onun gəlinidir, elə bil, rəmzi şəklində. Yəni, cəmiyyəti o yaradıb. Öz qanı ilə satın alıb. Amma bu vəhşi heyvanın isə öz qadını var. O da çalışır, elə bil ki, cəmiyyətə bənzər olsun. Amma baxın, yazılıb ki, mən gördüm ki, qadın müqəddəslərin qanından və İsa'ya şəhadət edənlərin qanından sərxoş olub. Dostlar, Məsih özü üçün öz ardıclarını taparaq yeni bir, onlarla əhd bağlayaraq yeni bir din, belə deyək də, yaradır. Biz artıq Məsihçiyik, elə deyilmi? Amma əjdaha da, yəni və həm də ki, vəhşi heyvan, insanları yoldan çıxartmaq üçün, İsa Məsihdən uzaq etmək üçün o da bir din yaradır. Bax, bu qadın haqqında biz oxuyuruq. Mən bayaq sual verdim, bu qadın kimdir? Bax, 17-ci fəsildə bu qadın haqqında bu dinli bir sistemdir. Bu yeni bir o vəhşi heyvan ilə, onun vasitəsilə yaranan bir dindir. Amma 18-ci fəsildə isə biz oxuyacaq, burada yenə də qadından söhbət gedir. Burada qadın isə həmən qadın bir şəhər kimi açılır. Və bilirsiniz, maraqlısı nədir? Bu şəhər həmən o vəhşi heyvanın, belə deyək də, din sisteminin bir mərkəzidir. Bu bir. İkincisi də ki, elə bil ki, bu bütün dindarların kim ki, həmən o dinə aiddir, o dinə bağlıdır. Bütün bu dinə bağlanan ölkələrə, şəhərlərə, belə deyək də, bu mərkəzi bir şəhərdir, paytaxtdır. Bax, bu 18-ci fəsildə də deyilir. Dostlar, ümumiyyətlə, İsa Məsihin təlimi harda yaranıb? Hansı ölkədə?
İsraildə, elə deyilmi? İsrail, yəni belə deyək də, Yahudi torpağıdır. Bu hansı bir torpağa aiddir? Yahudiya. Yahudiya bu ölkədir. Bilirsiniz, belə deyək də, Bəd olunmuş. bir neçə ölkələr hansı bir torpağa aiddir. Məsəl üçün, bax biz yaşadığımız yer Asiyaya aiddir. Asiya var, Avropa var və s. Sizcə İsrail nəyə aiddir? Ближний Восток. Yaxın Şərqə. Да. Çox gözəl bir cavabdır. Dostlar, Yaxın Şərqə təxminən 16 ölkə aiddir. Yəni 16 ölkə Yaxın Şərqə aiddir. Bu həm İsraildir, yəni bir Fələstin torpağı, belə deyək. Bu həm Türkiyədir, bu həm İrandır. Hal-hazırda biz eşidirik ki, İranda nə baş verir? Həm Saudi Ərəbistandır, həm Birləşmiş Ərəb ölkələridir, həm Misirdir, həm Yordandır, Suriyadır. Yəni bax bu ölkələr hamısı Yaxın Şərqə aiddir dostlar. Yaxın Şərqə aiddir. Necə ki Məsihin təlimi Yaxın Şərqdə belə deyək də yayılıb və yaranıb, eləcə də dostlar, vəhşi heyvanın da təlimi oralarda yaranıb. Və baxın necə, həmən qadının alnında da nə yazılıb? Böyük bir sirdir. Adı nədir? Babil. Babil nə deməkdir? Qarşılıq deməkdir. Babil haqqında biz birinci dəfə yaradılış kitabında oxuyuruq. Deməli, Nəmrud adında bir adam var idi. Həmən o Babil gülləsini tikirmiş. İnsanlar da ki, özünə ad qazandırmaq üçün bu gülləni tikirdilər. Bax, burada da Rəbb onların, həmən o insanların hansı ki, gülləni tikirdilər, onların dillərini qarışdırıb, bax, oradan da xalqlar yaranıb. Dillər, tayfalar və s. Belə. Nə Suriya arasıdır? İraq. İraqdır, bəli. İraqdır. Sonra deməli, Mesopotamiya torpağı, yəni İraq ölkəsidir hal-hazırda müəssir dövrümüzdə. Sonra da biz görürük ki, elə bir ölkə yarandı, sonra da bir imperiya yarandı. O ölkə də dağıldı, o imperiya da dağıldı. Və maraqlısı odur ki, dostlar, İsa Məsihin və onun həvarilərin dövründə artıq Babil yox idi. O da tam darmadağın olub, sökülüb, silinib, belə deyək, və yoxdur. Amma burada biz oxuyuruq ki, artıq burada yenə bir simvolik, rəmzi şəklində yenə də bizə Babil adında bir şəhər açılır. Və baxın dostlar, deməli biz oxuduq ki, həmən bu qadını da kim gəzdirir? Vəhşi heyvan gəzdirir. Həmən bu qadın ona lazımdır. O qadını istifadə edir. Həmən o qadın vasitəsilə İsa'ya şəhadət edənləri dostlar öldürür, məhv edir. Məsihçilərə qarşı durur bu günə qədər. Siz təsəvvür edin. Yazılır ki, həm müqəddəsləri, həm İsa'ya şəhadət edənlər. Müqəddəslər, yəni ki, müqəddəslər Rəbb Allah üçün bu Yahudilərdir. Niyə? Çünki İbrahimin nəslindən gələn İsrail xalqıdır. Rəbb Allah üçün bu dəyərli bir xalqdır. Bəli, yoldan çıxıblar, amma onlar da müqəddəs sayır. Və baxın dostlar, indi vəhşi heyvan onlara qarşı durur
Və bax bu qadın vasitəsilə belə deyək də, başqa sözlə bu din sistemi ilə, dindarlarla, bu dinin ardıcıları ilə kimə nifrət edirlər? Yahudilərə bir, belə deyək də, çünki əvvəlcə müqəddəslərə yazılıb. Yahudilərə bir, Yahudilər elə bil ki, onlar üçün bir nömrəli düşməndir. Sonra da İsa'nın adıcıları, İsa'ya şəhadət edənləri, yəni məsihçilərə də qarşı dururlar. Dostlar, bir neçə ayəni mən oxumayacağam. 7-ci, 8-ci, 9-cu ayələrdə deyilir ki, ümumiyyətlə 7-ci, 8-ci ayələrdə burada vəhşi heyvan haqqında deyilir. Bunu biz gələn səfər oxuyarıq biraz, danışaram. Bugün vaxtım qalsa danışaram. Amma gəlin 9-cu ayədən biraz oxuyaq. Baxın nə yazılıb. Deməli, bu işdə müdrik ağıl lazımdır. 7 baş qadının oturduğu 7 təpədir. Yəni, 7 təpənin üstündə həmən bu qadın oturubdur. İndi gəlin, bu yadımızda qalsın, 18-ci fəslə keçək. Gəlin əvvəl biz 17-ci fəslin 18-ci ayəsindən oxuyaq, sonra isə 18-ci fəslə keçək. Deməli, 17-ci fəslin 18-ci ayəsində deyilir ki, gördüyün qadın da, yəni ki, mələk nəyi göstərir? Birincisi, mələk onu, bu deməli, Yahyanı çölə apararaq göstərir ki, bu gördüyün qadın çöldədir, səhradadır. Və sonra da 18-ci ayədən oxuyuruq ki, gördüyün qadın da yer üzünün padşahları üzərində padşahlıq edən böyük şəhərdir. Maraqlısı bilirsiniz nədir? Dövrünün sonunda o əcdaha, o vəhşi heyvan ki, onu belində gəzdirir, belindən atacaq onu. Onu məhv edəcək, onu tapdalayacaq, onu odla da yandıracaq. İndi gəlin oxuyaq. Bundan sonra göydən enən başqa bir mələyi gördüm. O böyük səlahiyyətə malik idi. Yer üzü onun ehtişamı ilə işıqlandı. O uca səslə nida edib dedi, dağıldı, böyük Babil dağıldı. O, yəni həmən o şəhər, baxın nə yazılıb. Cinlərin məskəni, hər cür natəmiz ruhun sığınacağı, hər cür murdar quşun yuvası, hər cür murdar və mənfur vəhşi heyvanın oylağı oldu. Çünki bütün millətlər o qadının coşqun əhlaqsızlıq şərabından içdi. Yeryüzünün padşahları onunla əhlaqsızlıq etdi. Dünyanın tacirləri onun deməli şəhvətpərəstliyi və qazanılan sərvətdən varlandı. Mən göydən belə bir başqa bir deməli səs də eşitdim. Ey mənim xalqım. Bax, əgər orada varsansa oradan çıx. Oradan çıxın ki, onun günahlarına şərik olmayasınız. Onun uğrayacağı bəlalara düçar olmayasınız. Çünki onun günahları deməli qalaqlanıb göyə çatdı. Allah onun hədsiz işlərini yada saldı. O nə etdisə, onu siz də deməli əvəzinə də ona belə edin. Sonra da burada deyilir ki, bu şəhər necə dağılacaq, odla yanacaq. O şəhərdən heç nə qalmayacaq və həmən o deməli şəhər yananda baxın nə yazılıb. Bir də 9-cu ayədən oxuyuram. Onunla əxlaqsız edənlər, şəhvətpərəstlik içində yaşayan yer üzünün padşahları onun yanğınından çıxan tüstünü görəndə onun üçün ağlayıb ah-nalə edəcəklər. Onun çəkdiyi işgəncənin qorxusundan uzaqda dayanıb deyəcəklər, vay, vay halına,
böyük şəhər, möhkəm şəhər. Babil, yəni qarışıq, orada qarışıq millətlərdir. Bütün dünyadan gələn millətlər. Çünki bir saat içində cəzan çatdı. Yer üzünün tacirləri də onun üçün ağlayıb yas tutur. Çünki onların malını, qızıl, gümüş, qiymətli daşlar və mirvariləri incə kətan, ipək, tünd, qırmızı və al rəngli parçaları, hər cür ətirli ağacı, fil sümüyündən, ən qiymətli ağacdan, tuncdan, dəmirdən və mərmərdən olan hər cür əşyanı, darçın, hel, buxur, ətirli yağ və kündürü, şərab, zeytun yağı, narın, un və buğdanı, mal-qara, qoyunlar, atlar və arabaları, insan bədənləri və canlarını da artıq heç kəs almır. Bilirsiniz niyə? Məhv oldu. Vaydir, vay halına və bütün gəmi rəisləri də bax dənizdən baxaraq o tüstünü görürlər, tüstü çıxır. Deyir dənizdən də görərək sərnişinlər, dənizçilər və dənizdə ticarət edənlərin hamısı uzaqda dayanaraq onun yanğınından çıxan tüstüyə baxıb nida edirlər. Hansı şəhər bu böyük şəhərə tay ola bilər? Onlar başlarına toz töküb fəryad edir və ağlayıb yas tutaraq deyirlər vay, vay halına. Dostlar, mən oxuyuram, danışıram. Bir şey heç olmasa sizə açılırmı ya yox? Birincisi bayaq dedim, bu şəhər 7 təpənin üstündədir. Bu bir. Bu şəhər elə bil ki, bütün şəhərlərin paytaxtıdır. Bu iki. Din sistemi həmən bu şəhərdə, bu böyük bir şəhərdir. Din sistemi orada yaranıb. Bu üç. Dördüncüsü, orada nəinki ora, yəni gedib ziyarət edirlər, həm də orada ticarət də yaranıb. Orada qızıl, gümüş, fil sümüyü, parçalar, kətan, insanların bədənini də, belə deyək, insanları alıb satırlar və bir günün içində, elə bil bir saatın içində hər şey məhv olacaq. Və kim ağlayacaq? Bütün padşahlar bir, başqa ölkələrin tacirləri iki və ora ziyarət edən insanlar bunu görüb vay, vay, vay halına deyəcək. Əzizlərim, 7 təpənin üstündə yerləşən böyük bir şəhər var. Möhtəşəm bir şəhərdir. Məkkə şəhəri eşitmisiniz? Alver edirlər orada ya yox? Qızıl alırlar. O, nələr almırlar orada? Parça, qızıl, gümüş, insanların bədənini də satırlar. Alırlar, satıb, bütün parçalar ora gedirlər. Parçalar orada yığılır ya yox? 100 milyonla hər il ora gedirlər. İndiki dövrdə. Bəli. İndiki dövrdə də, əzizlərim, milyonlarla ora ziyarət edən var. Milyonlarla gedib yığılırlar. Nə üçün? Orada dinli sistem yaranıb. Orada ora ziyarət edirlər. Səcdə qılırlar. Qulaq asın dostlar. Əzizlərim, qulaq asın. Söhbət nədən gedir? Yəni səcdə edirlər. Bundan əlavə də alış-veriş edirlər. Böyük bir turizmdir. Orada da qızıl alırlar. Bütün ölkələrdən nə lazımdırsa ora yığılışıb orada alırlar. Oradan da gətirirlər. Deyirlər ki, mən hac olmuşam. Özümlə də nə lazımdır oradan gətirmişəm. Və bu cürdə, yəni ki, bax, bu sərvətləri ilə lovğalanırlar. Və artıq, dostlar, özlərinə də ad qazanırlar. Mən bir də deyirəm, baxın, necə ki, İsa Məsih, bu hamısı yaxın şərqdədir, dostlar. Bu hamısı yaxın şərqdədir. Necə ki, İsa Məsihin təlimi yaxın şərqdə yaranıb, doğru bir təlim. Eləcə də vəhşi heyvan öz belində həmən o dini sistemi, yəni ki, bir təlim yaradıb.
onu belində gəzdirir. Həmən o din sistemi, həmən o qadın, yenə də təkrar edirəm dostlar, minlərlə, milyonlarla yəni müqəddəsləri qırıblar. Yahudiləri qırıblar. Bugünə qədər də Yahudilər onlar üçün kimdir? Düşməndilər. Bundan əlavə məsihçilərə də qarşı bir xristian ora gedə bilməz. Bir xristian orada iştirak edə bilməz. Və əgər o ölkədə, o yerdə bir məsihçi varsa, ona bir işgəncə verirlər. Bir işgəncə verirlər. O ərazidə 49 ölkəyə qədər, bir 49 ölkəsiz təsəvvür edin, balaca ölkələrdə müsəlman ölkəsi vardır. Bu, İsa Məsihin təlimindən sonra 6 əsr keçəndən sonra bir din yaranıb. Bu din haqqında da biz Vəhiy kitabında oxuyuruq. Amma dostlar, maraqlısı odur ki, Vəhiy kitabında deyilir ki, belə bir qiyamət olacaq, dəhşətli bir günlər olacaq, dünya müharibəsi olacaq və bütün ölkələr, çoxlu ölkələr məhv dağılacaq. Bu şəhərdə. Bugünə qədər bu şəhər və bu din sistemi əjdəhaya lazımdır. Niyə? İnsanları İsa'dan uzaq etsin. İnsanları yoldan çıxartsın. Bugün lazımdır. Bu din sistemi də bu şəhərdə lazımdır. İnsanlar da ora gedirlər. Həm kasıblar, kasıblardan tutaraq şahlara qədər, yəni varlı insanlar da ziyarət edirlər. Amma gün gələcək, yazılıb ki, o belində ki gəzdirir, belində gəzdirir. O vəhşi heyvan, bu həmən o qadını. Əxlaqsız olan burada belə deyilir. Dostlar, onu yıxacaq. O dini tapdalayacaq. O dini məhv edəcək. Sizcə niyə? Vəhşi heyvanın özü niyə? Çünki artıq vəhşi heyvan, bilirsiniz necə? Belə deyək, cəmiyyət götürüləcək. Daha burada məsihçilər yoxdur. Belə, bu bir. Yahudilərin çoxsu qırılır və balaca bir hissəsi isə Rəbb Allahla qorunur, səhrada qorunur. Bu iki. Üçüncüsü də ki, vəhşi heyvanı Allah adlandırmaq üçün, yəni o bir Məsihin əleyhdarıdır. Onu Allah adlandırmaq üçün yeni bir din sistemi yaratmaq lazımdır. Amma bu din artıq lazım olmayacaq. Bu din maneçilik edir. Hansını ki özü yaradıb, hansını ki öz belində gəzdirib, indi isə onu məhv etmək lazımdır bir tərəfdən və yeni bir din yaratmaq lazımdır ki, bütün qalan, yəni bax bu yer üzündə insanlar ona qarşı getsinlər, ona səcdə etsinlər. Onun damğasını qəbul etsinlər və desinlər ki, yalnız ona kim tayi ola bilər? Biz 13-cü fəsildə oxuyuruq. Kim ona tayi ola bilər? Kim ona bərabər ola bilər? Bu yeni bir din həqiqi dindir. Qalan dinlər artıq həqiqi deyil. Onu da məhv edəcək. İndi də biz görürük ki, əsas döyüşlər bu yaxın şərqdədir. Və nə edirlər? Çalışırlar, yavaş-yavaş dini də siləcəklər. Və nəhayət, əsas olan şəhəri də məhv etməlidirlər. Bilirsiniz niyə? Əsas olan yer oradır. Kəba da oradadır. Kəbanı da yox eləyəcəklər. Dostlar, bu doğrudan da belədir. Bu doğrudan da belə olacaq. Və 18-ci fəsildə biz oxuyuruq. Bütün insanlar və bilirsiniz maraqlısı nədir? Maraqlısı odur ki, yazılıb ki, bu dənizdə olan gəmiçilər də, dəniz də uzaq deyil, Qırmızı dəniz. Yəni Məkkəyə yaxındır, təxminən bir 40-50 kilometr. Həmən o səhrada, özü də səhradadır. Bu yer səhradadır, çöldədir. Bu çöldə olan yeri
insanlar görəcəklər ki, göyə qədər tüstü qalxır. Göyə qədər tüstü qalxır. 7 təpədən danışmışam dostlar. 7 təpə arasında bu şəhər qurulub. Hal-hazırda təpələrin adları da. Deməli, Cəbbal An-Nur təpəsi, yəni Cəbbal sözü ərəb sözüdür. Təpə deməkdir. Dağ, təpə. Yəni Nur təpəsi. İkinci Cəbbal Saurdur. Üçüncü Abu Kubeysdir. Dördüncü Kuyakyandır. Cəbbal yəni Hindi təpəsidir. Beşinci Cəbbal Xandama. Sonra Cəbbal Omar. Bir də ki Cəbbal Tabir təpəsi. Bax bu 7 təpənin üstündə, ya belə deyək, ətrafında, yəni ki bu təpələr həmin o şəhərin ətrafındadır. Bəzi 2 təpə, deməli 2 təpə düz mərkəzdə yerləşir. Həmin o olan yerdə də deməli Al-Haram məscidi vardır və orada da düz həmin o məscidə yaxın da Kəba yerləşibdir. Amma ətrafda isə yerləşən təpələr, bax, indi sadaladığım qalan 5 təpələrdir. Belə, həmən o yerdə də, bax, belə bir, biz 17-ci və 18-ci fəsildə oxuyuruq ki, nələr baş verəcək. Dostlar, vaxtıma biraz qalıb, gəlin, mən bir yax dedim ki, 17-ci fəsildə bu 7-ci və 8-ci ayədə nə vəhşi heyvan barədə nə yazılıbsa, bu barədə də gəlin oxuyaq. Bunu da oxuyum. Sonra da gələn səfər biz 19-cu fəsildən oxuyacaq. Deməli, Yahya, müjdəçi Yahya deyir ki, bunu görüb mən deyir, hədsiz heyrətləndim. Və 7-ci ayədən oxuyuruq. Onda mələk mənə dedi, nə üçün heyrətə düşdün? Mən sənə qadının və onu daşıyan 7 başlı 10 boynuzlu vəhşi heyvanın sirrini açacağam. Gördüyün vəhşi heyvan var olmuş, indi yox olan və dipsiz dərinliklərdən çıxmaq üzrə olaraq həlakə gedir. Yer üzündə yaşayan və dünya yaranandan bəri adı həyat kitabında yazılmamış adamlar vəhşi heyvanı görəndə heyrətə düşəcək. Çünki o var olmuş, yox olan, amma yenə gəlməli olacaq. Sonra 10-cu ayədən də biz oxuyuruq. Deməli, həmən o başlardan baxın nə yazılıbdır. Yazılıb ki, onlardan 5-i ölüb. Artıq 5-i, yəni ki 5 baş heyvanın da belə deyək, əjdahanın, heyvanın ləğv olunub. Biri qalıb, yəni Yahyanın dövründə, yazıldığı dövrdür. Biri vardır hələ. Digəri isə gəlməyib və gələndə də qısa müddət qalmalıdır. Deməli, 5 baş barədə mən keçən səfərdə danışmışam. Bu hələ 13-cü fəsildə, biz 14-cü dərs idi deyəsən. Bu barədə danışmışam. Bu imperiyalardan, yəni ki, hakimiyyətlərdən söhbət gedir. Bu həm Babil hakimiyyətidir, bu həm sonra Yunan hakimiyyətidir, bu həm sonra Midiya və Farsların hakimiyyətidir və nəhayət deməli 5 başdan söhbət gedirsə, Misirdən də söhbət gedir. Bu vaxtı ilə, yəni Yusufun dövründə olub, sonra Aşur hakimiyyəti olub. Bu 5 baş artıq o keçmiş dövrlərdə keçib gedib. Biri deyir, hələ ki var. Yəni Yahyanın dövründə bu Roma imperiyasıdır. Yəni Yahya yazdığı vəhiy kitabı dövründə hələ ki bu imperiya vardır. O da keçib gedəcək. Sonra da 7-ci, elə bil nəhayət 7-ci bir hakimiyyət üzə çıxmalıdır. 7-ci bir imperiya üzə çıxmalıdır. Amma yenə qısa bir müddətdə olacaq. Qısa müddətdə olacaq və baxın dostlar, biz oxuyuruq ki, o 7 padşahdan
deməli üzr istəyirəm, deməli bir zaman var olmuş, indi isə yox olan vəhşi heyvan da 8-ci padşahdır. Maraqlısıdır. Biz 7-dən söhbət eləmişik, birdən 8-ci bir padşah çıxdı. Amma qaldı ki, 7 başdan söhbət gedir. Yadınızdadırsa, 13-cü fəsildə deyilir ki, başlarından biri ölümçül vəziyyətdə idi. Yadınızdadır. Amma sonra da sağaldı. Həmin o sağalan 8-ci padşahdır. 8-ci bir hakimiyyətdir. Və burada da deyilir ki, yox olan vəhşi heyvan da 8-ci padşahdır. O 7 padşahdan biridir və həlakə gedir. Gördüyün 10 boynuz hələ padşahlıq etməyən 10 padşahdır. Onlar vəhşi heyvanla birgə səlahiyyəti ələ alıb bir saat padşahlıq edəcəklər. Onların vahid bir niyyəti var. Öz qüdrət və səlahiyyətlərini vəhşi heyvana təhvil verəcəklər. Yəni, bunun hakimiyyəti, bax bu 10 ölkə ilə, 10 padşahlar ilə bağlı olacaq. Yəni, saziş bağlayacaq da, belə deyək. Və qısa müddət bunlar hakimiyyətlik eləcək və bütün hakimiyyətini ona verəcəklər. Yəni, o elə bil ki, sədr olacaq da, belə deyək. Padşahların padşahı, bu da düz deyil. Bu, İsa Məsih haqqında danışa bilərik, amma burada isə biz bunu görürük. Biz də bunu görürük. Dostlar, bu dəhşətli bir hökmdar olacaq. Mən bir vaxt danışmışam ki, bu nə vaxtsa bunun sistemi, belə deyək də, hakimiyyəti sistemi nə vaxtsa olub, sonra yox olub, sonra da yenə də üzə çıxır. Yadınızdadırsa, mən bir vaxt danışmışam, deməli 39-cu 45-ci illər faşizm təşkilatı yaranmışdır. Faşizm sözü İtaliya sözüdür. Birlik deməkdir. Dəstə birlik. Yəni birlik yaranmışdır. Bax bu birlik ilə bir neçə ölkə, Yaponiya idi, İtaliya idi, Almaniya idi. Bütün başqa bir ölkələri, yəni bütün dünyanı ələ almaq istəyirdi, amma alınmadı. Nəhayət çox adam qırılıb, 70 milyona qədər. Bu faşizm də ölümçül vəziyyətdə oldu, qırıldı. Amma vaxt gələcək, sağalacaq. Elə bil ki, o küldən çıxaraq yenə də üzə çıxacaq. Yenə də birlik, yenə də bir o 10 padşahlardan ibarət olan bir dəstə, bir faşizm kimi bütün ölkələrdə qıra-qıra 3-cü Dünya müharibəsi vasitəsilə ələ alacaqlar. Amma Rəbb Allah bura gələrək, dostlar, onlarla döyüşəcək. Yəni, burada döyüş olacaq Harmagedonda və onlar hamısı qırılacaq.